bizim onunla bərabər qurduğumuz bəzi işlər oldu. Maddi. Bəli. Mən Yəni- o işə ona da dəstək oldum. Artıq o işi qurandan sonra elə oldu ki, yəni davam elətdirdi, uğursuz alındı. Və davamlı olaraq biz maddi sıxıntılar yaşadıq. Yəni insanlar tərəfindən artıq, yəni bir çox insanlar tərəfindən necə deyim, təzyiqə məruz qaldım. Yəni bir gecədə mənim S-klasım var idi. Bir gecədə Çox adam pahalı tapdım. maşın. S-klasım var idi. O bir gecədə adam tapdım, tez zəng vurdum. Bir gecədə onu satdım. Bəzi borclarımızı ondan ödədim. Çoxdur belə şeylər ümumiyyətlə. Sizi şantaj eləyirdilər həyatınızda. Efirlərə çıxacaq, sizin haqqınızda biz sizi tanıyırıq, yoldaşımızı tanımırıq. Siz bizə belə eləmisiz, elə eləmisiz bu işlər. Yəni belə deyim də tikinti şirkəti açmışdıq. Tikinti, yəni inşaat sektoruna girmişdik. Evləri təmir eləyib satırdıq. Orada da bir hiləgərlik var. Orada da müəyyən bəzi şeylər oldu. Mən dedim eləməyək. O mənə baş qoşmadı. Yenə davamlı olaraq o işi gördü. İnsanları elə bil aldatmış kimi, o yox siz gördünüz. Aldatmış kimi, əslində o da aldatmaq istəmirdi, amma bacarmadı da, belə bir şeylər baş verdi və dayandıra bilmirdim mən onu.